Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məştaqa Savalan massivində həqiqətən də gözəl həyət evimiz çıxıb satışa. Yerdən 6 daş kürsülü, 3 otaq, 1 mətbəxdən ibarətdir. Geniş həyəti var. 4 sot torpaq sahəsinin üzərində evin sağ və sol tərəfindən rahat bir şəkildə keçmək olur. Sənəd köhnə sənəddir. İcra sənədidir. İnşallah həyətin təqdimatını edək. Şəxsi tikilidir. Və sonra evin içərisinin təqdimatını sizə tam göstərəcəyim. Onu da yazın, kommunallar tam qaydasındadır. Badvalına qədər var və qeyd etdiyimiz kimi evin sağ sol tərəfinə keçidi var. Hardasa bir 110-120 kvadrata yaxın olar. Gəl qardaşım da baxın. Giriş hissəsini də sizlərə göstərək. İnşallah giriş hissəsini göstərək qardaşım. Belə bir böyük bir həyətdir, fikir verin. Giriş hissəsini də göstərək sizlərə. Və İnşallah keçək evin qapısını açılsınlar, keçək bizi. Göstər bir daha həyəti təkrarən gözləyəcəyimiz tam rahat izləsinlər. Həyət böyükdür, genişdir. Kim istəsə bir sektor da var. Fikirlərin sağ və sol tərəflərdə torpaq sahaları var. Və keçək içəri inşallah təqdim edək. Fikir verin. Həqiqətən də gözəldir. Yəni tərifə ehtiyac yoxdur. Otaqlar da böyükdür. Bax, burada da bir otağımız var. Bunu göstərək sizlərə. İstilik kombidir. Gəl buranı göstər qardaşım, zəhmət olmasa. Həqiqətən Allah eylesin malının içinə, bərəkət versin inşallah. Və gəl qabağa zəhmət olmasa, mətbəxini də göstərək. Mətbəx həqiqətən də böyük mətbəxdir. Sizin hər otağın ayrıca aboyu və hər otağın ayrıca üstü. Hətta pərdələrinə qədər fikirlərin qoyulub. Və sanceli təqdim edək sizlərə. Sanceli də istipoldan ibarətdir, tam aksesuarlar qoyulub, verilir. Və dəyərli izləyicilərimiz qeyd etdiyimiz kimi Məştaqa Savalan massivindədir. Məktəb və marşruta yaxında hərçə 4 sot torpaq sahəsinin üzərindədir. Yerdən 6 daş 110-120 kvadrata yaxındır. Köhnə icranın sərəncamıdır. Qiymət 67.000 manatdır. Reallıq olarsa endirim olar. Və onu da qeyd edək ki, bir zal, 2 yataq, 1 mətbəx, 1 sanuzeldən ibarət. Səhifəmizi izlədiyi üçün aşağıdakı şirkətin əməkdaşları və rəhbərliyi nasıl təşəkkür edirik.